Uşaqlar evə 9-u vermişdim, düzdür? 9-un 9 birincisini, 10. Bəli. bəli, 9 və 10-u vermişdim. Deyinməmək mi? 9-un birincisini. Aysudə görüm, Bir dənə yaxınlaşdıra bilərsiz getdiyi. Hə, yox, yaxınlaşdırdım. tapdım. Hə, tapdım. Hı hı, İndi burada yazılıb ki, 3 sinus kvadratı hı hı, 3 sinus kvadratı 5x çıx 7 kosinus 5x bərabərdir 3. 3-ü açıb yazırıq ki, 3 sinus kvadratı 5x üstəgəl 3 kosinus kvadratı 5x. Sonra burada 3 sinus kvadratı 5x-lər gedir, qalır 3 kosinus kvadratı 5x çıx topla 7 kosinus 5x. Kosinus 5x-ləri atırıq çölə, qalır 3 kosinus 5x topla 7 hı hı. bərabərdir 0. Sonra bir dəqiqə. Aysu, elə bil ki, nəsə səhv deyirsən. Gözlə mən başa salım, gör bu şəkildə deyirsən, ya səhv izah edirsən fikrimi. 3-ə dəymirəm. Birinci misaldan gedir də söhbət. Sinus kvadratı 5x-i yerinə 1 çıxılsın. Belə deyirsən sən, kosinus kvadratı 5x yazıram. Yo, mən 3-ü açmışdım, sonra 3 sinus x kvadratlarına ixtisar Yox, eləmişdim. 3-ü necə aça bilərsən? 3 əmsalda axı. Sağdakı 3 asmışdın. Hə, müəllimə, 3 sinus kvadratı 5x Hə, üstəgəl başa 3 düşdüm. kosinus kvadratı. Başa düşdüm. Onda sağdakı 3-dür. Mən elə bilirəm soldakı deyəcəkdim, onun axı heç bir köməyi yoxdur bizə. Demək, kosinus 5x-a dəymirəm, bərabərdir 3, düzdür? 3 çıxılsın 3 kosinus kvadratı 5x. Çıxaq 7 kosinus 5x bərabərdir 3. Sağdakı 3 ilə soldakı 3 islah gedir. Hər tərəfi mənfiyə bölək ya vuraq, müsbət olması üçün. Bir də kosinus 5x-i çıxardıram çölə. Olur 3 kosinus 5x topla 7 bərabərdir 0-a. Düzdür? Belə getmirsən sən də? Ayşə. Bəli, bəli. Hı. Sonra hasil 0-a bərabərsə bu da 0-dır. Bu da 0-dır. İkinci mötərizə, bax bunu 0 eləyən ədəd yoxdur. Çünki biz bilirik ki, əgər bunu 0 eləsəm 3 Mənfi birdən kosinus. böyük ola bilməz də. Ay, sağ ol. Mənfi 7 eləyir. Kosinus 5x da mənfi 2 tam 3də 1 eləyir. Bu da mümkün deyil, boş çoxluq. Demək ki, bizdə bu ikinci mötərizə boş çoxluğa getdisə, qaldı kökümüz ancaq birinci mötərizədə. Kosinus 5x-i 0-a bərabər eləsəm, bu xüsusi haldır. Kosinus 0-a o zaman bərabər idi ki, nə vaxt idi Aysu? Xüsusi 90 halı dərəcədə demə. müəllimə. Xüsusi halı 90 denə. dərəcə. Tək Hə, 90 xüsusi demə. hal Hə. 90-dan 270 onda. Yox, elə deyildi. Tənliklər, trigonometrik tənliklərdə xüsusi hallar vardı. 0, 1, -1. Əgər kosinus 0-a bərabərdirsə, onda alfası 90 plus nə olacaqdı? Pika. X-də tapanda 90 plus pikanı 5-ə bölürsən. 18 plus pi böl 5k. Pi də 180-dir. 5-ə böləndə eləyir 36k. İndi başlayıram bax burada k-ya qiymət verməyə. Sən bilirsən ki, k tam ədəddir. Sənə aralıq verib. 20 və 180 dərəcə aralığı. Orada başlayaq k-ya qiymətlər verək, görək. Bizim aldığımız cavablardan hansı 20 ilə 180 arasına düşəcək. K-ya 0 versəm, burada yazaq. K-ya 0 versəm, x olacaq 18. Düzdür? Bax, 36-nı 0-a vurub üstünə 18 gələndə 18 eləyir. Bu olmayacaq. Çünki bu 20-180 arasına düşmür. K-ya 1 versəm, x nə olacaq? Aysu, neçə olacaq qız? Eşidirsən Aysu məni? K-ya 1 54 versəm, müəllimə. 18 üstə gərək 36, 54 olacaq. Düzdür? K-ya 2 versəm, Mənim səsimi asmamışam. 72 olur x onda ay 2 sağ ol, bərabər. x olur 72. Bəs k-ya 3 versəm,
Yox, 72 üstə gələk, k-ya 2 versəm 72 üstə gələk 18 düz denən. Hə, çaşdım 90. 3 qoyanda da ki 108 üstə gəl 18, Aha. 126. Bəs k-ya 4 versən? K'ya 4 verəndə 100, bir dəqiqə, 120, 144 üstə gəl 18. O da ki e, 162. İndi səndə k-ya 5 versən 180 üstə gələk 18 olacaq. O da eləyəcək 198 və bu aralığı aşacaq. 20-180 aralığını aşacaq. Deməli cavabın 162, 126, 90, bir də 54-dür. Düzdür? Bu 4 dənə cavabdır. Bu 4 dənə cavabı toplayanda cavab neçə eləməlidir? 432. Başa düşdün? Bəli, müəllim. Bir dənə bu misal bu bölmədə, bu sınaqda çətindir. Vəssalam. Çox asandır. İlk misalda ola bilər ki, sizə çətin gəlsin bu. Qalanları asandır. İkinci tapşırığa baxaq. Diyeyim mən. De. Deməli, mən demişik ki, sinüsdən kosinüsün dövrü 2pi-dir. Amma kvadrat olanda pi-yə düşür. Orada mötərizənin içində 4x verildi. Yəni 4x-i pi-yə bərabər edirik. X bərabər olur pi bölü 4. Ay, sağ ol. Deməli, yoldaşımız deyir ki, sinus kvadratının dövrü pi-dir. Sinus kvadratı, kosinus kvadratı, tangens və kotangens. Bunların dövrü pi-dir. Sinusla kosinusun dövrü 2pi-dir. Bizə sinus kvadratıdır. Deməli, 4x-in dövrü pi-dirsə, x-i tapanda da pi-ni 4-ə bölürük. Üçüncü. Qiymətlər Diyeyim mi çoxluğu. öğretmenim? Denən bir Camal. Orada müəllim 3-ə kosinüs kvadratına bir dəfə 0 qoyuruq. Orada Ay. 2-ni alır. Bir dəfə də 1-i qoyuruq. Orada da 6-nı alır. Yəni Səbəbini də 2-dən izah 6 edeyim. aralığında. Aferin. 2 və Deyim 6. mi yoxsa siz deyirsiniz? Denə, sən denə. Orada mənim kosinüs kvadratın minimum ala biləcəyi qiymət 0-dır. Maksimum ala biləcəyi qiymət də 1-dir. Bəs sinus kvadratının? O da həmçinin. Bəs sinus kosinusun? -1 aralığı. Aferin. Bəs tangens kotangesin? Müsbət mənfi sonsuzluq mənim. Ay, sağ ol. Qəşəng. Sağ ol. Dördüncü tapşırıq. Deyim Dördü müəllimə. izah eləyək. Denə. Deyim müəllim. Birinci Dördüncü kim demişdi? tapşırıqda Denə. Aha. dördüncü tapşırıqda x-in yerinə -2 qoyuruq, y-in yerinə 4 qoyuruq. 4 bərabərdir 2 3 altında -2 çıxıq a. Hər iki tərəfi kvadrata yüksəldirik. 16 bərabərdir -2 çıxıq a. A da bərabərdir -18. Ay, sağ ol. Yoldaşımız deyir ki, x-in yerinə -2, y-in yerinə də 4 qoydum. Ona görə bax yoldaşımızın dediyini mən yazılı şəkildə yazdım, kimsə birdən başa düşməz. Olacaq 4 bərabərdir. X-in yerinə -2 qoyanda -2 çıxılsın a. Hər iki tərəfi kvadrata yüksəldəcək. Düzdür? -a bərabərdir 18. A-nı da tapdı -18. Hər ehtimala yoxlayaq. X-in yerinə, A-nın yerinə -18 qoyanda, X-in yerinə -2 qoyanda ilkin də cavabı 4 olur. 5-ci uşaqlar şifahidir. 5-cini elə tez deyim mən, qutarsın. Deməli, deyir ki, parabolun təpə nöqtəsi hansı rübdə yerləşir? Düsturun yazıram. Y bərabərdir x çıxaq m-in kvadratı üstə gələk n şəklindədir. Parabolanın təpə nöqtəsinin formulu, funksiyası. Burada m ilə n parabolanın təpə nöqtələridir. Fikir verirsiniz, m mötərizəni 0 eləyən ədəddir. N də qıraqda qalan ədəddir. İndi bizim mötərizəmizi 0 eləyən ədəd 3-dür. Yəni x-in yerinə 3 qoysam mötərizə 0 olur. Bu zaman y -4 olur. Deməli 3 ilə -4 funksiyamızın təpə nöqtəsidir. X-i 3-dür, y -4-dür. Biz də bilirik ki, rüblərdə x-in müsbət, y-in mənfi olduğu rüb, deməli, bu ikisinin də müsbət olduğu rübdür. X da müsbətdir, y da müsbətdir. Burada x mənfidir, y müsbətdir. Bu rübdə hər ikisi mənfidir. Bu rübdə x müsbətdir, y mənfidir. Bizdə də x 3, y -4 olduğuna görə x-in müsbət, y-in mənfi olduğu rüb 4-cü rübdə sayılır. 5-ci tapşırıqdır. Altını mən deyim müəllim. 6-nı denən. 6 deyir ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğu y-ə nəzərən tapılır. Onun da ki, elə bir düsturu belə idi. Mənfi diskriminant bölünsün 4-a.
Ay Yəni sağ ol. 4AC çıxsın B kvadrat bölünsün 4A ilə. Yerinə qoyanda belə Hı eləyir hı. də, -4 bölünsün Hı 4 hı. şəklində eləyir. O da -1-ə bərabər eləyir. -1-dən müsbət sonsuzluğa. Qəşəng. Deməli biz bilirik ki, funksiyanın qiymətlər çoxluğu yoldaşımızın dediyinə görə qollar yuxarı baxırsa, qiymətlər Bəli. çoxluğu təpə nöqtənin y0-dan müsbət sonsuzluğadır. Təpə nöqtənin y0-ını Bir tapmaq də mənfi yolları olsaydı, müxtəlifdir. mənfi sonsuzluq -1 olardı. Ay sağ ol, düzdür. Funksiyanın təpə nöqtəsinin tapılma düsturlarından biri x0-ı tapırıq. Məsələn, çox uşaq belə eləyir, asan gəlsin deyə. -b/2a ilə x0-ı tapır. B-nin yerinə -4 qoyur, A-nın da yerinə 1 qoyur. Onda x0-ımız olur 2. Düzdür? Aparıb yerinə qoyanda y0 olur 4. Çıxılsın 8. Axı x-in yerinə 2 qoyuram. 4 çıxılsın 8. Üstə gələk 3. Bu bir yol. İkinci yolda yoldaşımız dedi. Deməli, burada cavab elədi -1. -1-dən qollar yuxarıya doğru getdiyinə görə müsbət sonsuzluğa. Sonra 8-ci tapşırıq. Yox, 8 yox, 7-miz var. 7-yə bir də aşağıya düşün. Hardadır? 7-ni izah eləyək. Kimsə 7-ni izah eləmək istəyir, yoxsa özüm izah eləyim? Deyim mən. Denən. Deməli 7-də deyir ki, 45 dərəcəyə bucağı əmələ gətirir. Mhm. Bu tangens, yəni K-dır da. K-nın da demişdik trigonometriyada ifadəsi tangensdir. Tangens 45-də 1 alır, yəni K-mız 1-dir. Bunu törəməyə əsasən yazmışam. Deməli 2x üstə gəlsin 3 bərabərdir 1. Bu ifadəni K-ya bərabər eləyirik. 2x bərabərdir -2, x də bərabərdir -1. Sonra bunu da ifadədə aparıb yerinə qoyanda y-in də cavabı 4-də 1 çıxır. D variantı almışam. Amma ola bilsin ki, nəsə işarə səhv eləmişəm. Hə, ay Mövlana, bax 7-ci misal, sən indi onu K-lardan getmisən. Bu törəmə dərsidir. Parabolun hansı nöqtəsinə toxunan apsis oxu ilə müsbət 45 dərəcə bucağı əmələ gətirirsə, paraboladan, bax paraboladan toxunana keçirlərsə, bu törəmə dərsidir. Törəmə dərsi 7-ci misal, yəni düşməyəcək imtahana. Bildiniz? Yəni bunu yazmasan da olardı. Mən baxmamışdan dedim kim izah eləyir. Sonra baxıram ki, törəmədir bu. Bildin? 8-i izah elə Mövlana. 8-incisi də loqaritma 3-dən x bölü 2 bərabərdir 2-yə. Deməli, x bölü y bərabərdir 9 olacaq burada. Aferin. İfadədə də əvəz eləyəndə x bərabərdir 9y. İfadədə də yerinə qoyanda sürət 10x, məxrəc 8, daha doğrusu sürət 10y, məxrəc 8y olacaq. Onda ixtisar gedəcək, qalacaq B variantı. 1/4-də 1. Ay sağ ol. Əsas buradan loqaritma 3 əsasən x bölü y bərabərdir 2-dən x bölü y-in 9 olduğunu bilməkdir. Çünki loqaritmanın içini tapanda 3-ün başına 2 yazırsan 9 verir. Deməli x bölü y 9-dur. Sonra da əvəz etməyinə yoldaşımız onu tapdı. 9-cu tapşırıq. Aysun 9-cu tapşırığı izah elə. Aysun. Müəllim, mən orada x-in yerinə 0 vermişəm. Yəni 14-ün üstü 0 eləyir bərabərdir 1. 1 üstü 14 bərabərdir 15-ə. Hə, bu da olar. İndi mən sənə bərabərsiz şəklində deyim. Sən bilirsən ki, 14-ün üstü x heç vaxt mənfi almır. Düzdür? 14 üstü x müsbət ədədin üstünə nə yazırsan yaz, həmişə müsbət edir. Deməli, bunun qiymətlər çoxluğu 0 da almır. Bunun qiymətlər çoxluğu 0-dan müsbət sonsuzluğadır. 14 üstü x-in. Üstünə də 14 gələndə cavab 14-dən müsbət sonsuzluğu olur. 14-dən müsbət sonsuzluğu olan ədədlərin də içərisində ən kiçik tam ədəd 15-dir. Doğrudur. 16-cı tapşırıq. 16-cı deyirəm, 10-cu tapşırıq. Deyim müəllimə. Mən izah eləyim. Aysu denə. Burada müəllim oturacaq 16. Burada s bərabərdir D1 bu D2 bölü 2 düsturunu etsək 16-nı 12-yə vururuq. Onu da bölürük 2-yə, o da eləyir 96. Şəklini də çəkim. Bir A vurusundan düsturudur. Bəli. Uşaqlar şəklini də çəkirəm, baxaq. Oturacağı 16-dır. Bu oturacağa çəkilən hündürlük də 12-dir. Biz də bilirik ki, 3 bucağın sahə düsturu, oturacağı 16, bir də hündürlüyümüz də 12-dir. 3 bucağın sahə düsturu S bərabərdir. Ən çox istifadə etdiyimiz AH bölü 2-dir. A burada oturacaqdır. H da hündürlükdür. Yəni 16 vuraq 12 bölü 2. 2 ilə 12 ixtisar gedir. Cavab da eləyəcək 96. Doğrudur. Amin 11-i deyə bilərsən. 11 də rahat, asan misaldır.
Deyir 11-də uyğun tam bölənlərin nisbəti 6-da 5 olan iki oxşar üçbucağın sahələr nisbətini Aha. tapın. 6-da 5-in kvadratını tapırdıq da Ay sağ mötərizədən. ol. Bəli. 36-da 25. Ay sağ ol. Biz birinci K oxşarı əmsalıdır. Əgər K-nı bizə 6-da 5 veribsə, sahələrin nisbəti K-nın kvadratı olur. Həcmlərin nisbəti K-nın kubu olur. Mənə də sahələrin nisbətini istəyirdi. 6-da 5-in kvadratı 36-da 25. Deməli. 12-ni də demədim mən. 12-ni denən. Mən burada -4 ilə Hı-hı. mən burada 8-in kvadratını tapırdım. -4 Düsturu ilə denən. 4-ü. AB məsafəsinin düsturu. Bax, AB məsafəsi belə tapılır. Modulda AB bərabərdir. X2 çıxılsın X1-in kvadratı. Ay, sağ ol. Üstə gələk. Y2 çıxılsın Y1-in kvadratı. Bəli, Y1-in kvadratı kök altında. Səndə X1, X2 nədir? -4 çıxılsın 4, -8-in kvadratı 64. Ay, sağ ol. O birisi də ki, -3 çıx 3. 6-nın kvadratı. -3 36, o da 10 çıxır. Afərin, düzdür. 13-cü tapşırığı. Nərgiz denən. Müəlliməm. Bəli. 13-də birinci y-in yerinə 0 veririk. X-i tapırıq. X olur 6. 4x bərabərdir 24. X olur 6. Gözlə mən də yazdım. Deməli, Sonra- yoldaşımız deyir ki, gözlə mən şəklini çəkim, sonra davam edərsən. Səbəbini də izah edək. Deyir ki, düz xəttlər koordinat oxlarını əmələ gətirir, düz bucağın sahəsini tapın. Koordinat oxları x oxu, y oxudur, düzdür? X oxunu kəsdiyi nöqtədə yoldaşımız y-ə 0 verir, y oxunu kəsdiyi nöqtədə də x-a 0 verir. İndi birinci x oxunu kəsdiyi nöqtədə y-ə 0 verdin, cavabı nə tapdın? 6. X-i tapdın 6. Aparaq burada yerinə qoyaq. Bəs y-i kəsən nöqtədə x-a 0 verəndə y-i nə tapırsan? X-a 0 verəndə y-i -4 tapırıq. Ay, onda bax şəkil burada olur. -4. Bunu belə birləşdirdim. Alınan bu fiqurun məndən sahəsini istəyir. De görüm. Olur 2-də 1, 6 vur 4. 6-dan 2 ixtisar gedir. 3 vur 4, 12. Ay, bu düz bucaqlı üst bucaqdır deyə düz bucaq bucağın sahəsi kadetlərin hasilinin yarısıdır. Doğrudur. Bəli. Keçək o birisi səhifəyə. 14. Deyim müəllim mən. De Camal. Orada müəllim uzunluğu 28 sm olan mail deyirsə və müstəvini 30 dərəcə bucağa əmələ gətirsə, o bir katet yarısı olur da 14. Hı-hı. Yəni onu soruşdum. Deməli, uzunluğu 28 olan mail müstəvi ilə 30 dərəcə bucağa əmələ gətirir. Mailin o biri ucundan müstəviyə qədər olan məsafə. Və mailin o biri ucu buradır. Buradan müstəviyə qədər olan məsafə bu hissəni istəyir bizdən. O deyilir 14. Abbas de görüm növbətini. 15-i. 15-də 6a kvadratı bərabər olur 300-ə, a kvadrat da bərabərdir 50-yə. Bəli, çünki kubun tam səthinin sahəsi 6a kvadratıdır. Bizə də bir üzün sahəsini istəyirsə, 6-ya böləndə bir üzün sahəsini tapırıq 50. Sonra Çinarə. 16-nı denən. Deməli 16-da mənim 16x üzərinə gəlsin 12 plus 4y çıxılsın 12y bərabərdir 0. Orada y-i 3 tapmışam, x-i -2. Səbəbini denən. Elə ki, bir dəqiqə. Çünki sağ tərəf sıfırdır. Verəndə islah getməlidir də Ay, olmaz. sağ ol. Onda Qəşəng. 3 olmalıdır. Bəli. X-da -2. Bax, kompleks ədəd, kompleks ədəd sıfırdırsa, demək həm həqiqi hissə sıfırdır, həm də xəyali hissə sıfırdır. Bizdə həqiqi hissə 6x üstəgələ 12-dir, bu da sıfırdır. Onda x yoldaşımız deyir ki, -2 tapdım. Xəyali hissəmizdə 4y çıx 12-dir, bu da sıfırdır. Onda y də tapır yoldaşımız 3. Və bizdən də bunların cəmini istəyir. Doğru cavab nə tapmışdın? 1. 1. Afərin.
Əsmər. 17-ni mən deyim, 18 Əsmər sən deyərsən. 17 asandır. Deməli, A çıx B-nin fərqini istəyir bizdən. Bir çoxluğun digərdən çıxanda, yəni fərqini tapanda yalnız birincidə olanları tapmalıyıq. Həm birincidə, həm A-da, həm B-də olanlar çıxılır. 4 getdi, hər ikisində 4 var. 7 getdi, qaldı 1, 6, 8. Demək, A çoxluğundan B çoxluğuna çıxanda alınan ədəd 1, 6, 8-dir və sayı da bizdən sayını istəyir də 3 dənədir. 18 Əsmər denən. 18 asan deməm neysə. AB çoxluqlarının elementlərinin sayı uyğun olaraq 6 və 8 olarsa, A kəsişmə B-nin çoxluğunun ən çoxu neçə element ola bilər? Elə bil ki, ən az element olan A-dır. 6 dənəsi oxşar ola bilər də, yəni eyni ola bilər deyə 6 dənə olacaq elə. Aysa, indi o 19 qaydaları değil. yada salaq uşaqlar. Bu qaydalar imtahana düşür. İki çoxluğun kəsişməsi və birləşməsinin ən böyük, ən kiçik qiyməti. Əgər iki çoxluq verilibsə sənə, onların kəsişməsini istəyirsə, ən kiçik qiyməti boş çoxluqdur. Yəni sıfırdır. Yəni onlar kəsişməyə bilərlər. Ən çoxu isə, ən böyük qiyməti istəyəndə isə kiçik çoxluğu götürürük. Burada da kəsişmənin ən böyük qiyməti istəyirsə, kiçik çoxluğu götürürük. Çünki birində 6 dənə, digərində 8 element varsa, bunların kəsişməsi maksimum 6 sayda ola bilər. İndi keçək birləşməyə. Əgər iki çoxluğun birləşməsinin ən kiçik elementini istəyirsə səndən, bu zaman böyük çoxluğu götürürsən. Böyük çoxluq 8-dir. Əgər səndən birləşmənin ən böyük qiymətini istəyirsə, bunların cəmini götürürsən 14. Bunlar imtahanda olur. Çox istifadə olunur. Deməli, doğru cavab burada yoldaşımız düz deyir. 6 olacaq. Bir də 19-da deyən dayısı. Yaxşı, 19-da denən. Mən B-nin düsturu B1 vurulsun, 200-dən çıxılsın 1-dir. Sonra 504-ün üstü 7, 504-də 2 verib, 2-nin üstü 7, 128 olur. Deməli, bizə deyir ki, ilk 7 ədədin hasilini tap. Düzdür? B1, B2, B3, B4, B5, B6 və B7. Mən də demişdim ki, bu cür hasildə... Ortada olanı götürüb Ay, sayına sağ ol. kvadratını elə bir üstünə Ayşə, yazırıq. Ayşə, B4 ortadadır. B4-ün başına sayını yazıram. Neçə dənə? 7 7 dənədir. dənə. 7. B4-də 2 verib, 2-nin üstü 7, 128. Ayşə, 128. Ən qəşəng yolu budur bunun. Muradlı Əli. De görüm Muradlı 20-də Əli. deyir 20-də deyir n parametrinin hansı qiymətində ifadə tənliyi 3 kök olar. 3 kök olması üçün sərbəst səs 0 olmalıdır da mənim. Aferin. Ay, sağ ol. Uşaqlar, 3 kökünün olması üçün m çıx 4 0 olmalıdır. Səbəbini də izah edeyim. Niyə? M 4 olmalıdır. Yəni cavabımız M-in 4 qiymətində. Çünki modulda olan ifadədə əgər 2 müxtəlif kök alınırsa, ikisi də müsbət alınırsa, moduldan 4 dənəsi çıxır. 2, 2, 4 dənə. 2 müsbət kök yox, biri müsbət, biri mənfi alınsa, moduldan 2 kök çıxır. Çünki mənfinin kök getmir də, 0 olur. Bizdən də 3 kök istəyirsə, demək ki, biri 0 olmalıdır, digəri müsbət olmalıdır. Müsbət ədədlər olmalıdır. Ona görə yoldaşımız x kvadratı çıxılsın 7 modulda x üstə gələ m çıx 4. Buna 0 verir. Onda alır x kvadratı çıxılsın 7 modulda x bərabərdir 0-a. Modulda x-i çölə çıxardanda olur modulda x çıx 7 bərabərdir 0-a. Modul olur 0. Deməli x 0 olur. Bu bir kök. Modulda x bərabərdir 7, x da bərabərdir müsbət mənfi 7, 2 də kök buradan. Deməli, 3 də kökümüz oldu. Demək, m-in 4 qiymətində. Bu da qəşəng sual idi. 21-i deyim. 21-i də cəmlə. 21-də bizə ifadə verib, cavabı 4-dür. Sonra ikinci bir ifadə verib, onun qiymətini istəyir. Biz baxanda əlaqəni qura bilirik ki, birincinin kvadrata yüksəltməliyik. Olur, kvadrata yüksəldəndə y plus 1 bölü y üstünə gəlsin. Daha doğrusu çıxılsın 2 bərabərdir 4, 16. 4-də kvadrata yüksəldirik. Daha sonra orada bizə verilən ifadə bizim indi aldığımız, yəni kvadrata yüksəldikdən sonra çıxan ifadəyə bərabər olur. Onu ortaq məxrəcə gətirəndə y kvadratı plus 1 bölü y eləyir. Yəni cavab elə 18 olur.
Hı hı. Mən də bu cür misallarda ikinci tərəf var. Y kvadrat üstə gələk 1 bölü y. Onu parçalayıram. Y kvadratı bölü y topla 1 bölü y. Sonra y topla 1 bölü y alıram. Birinci veriləndə kvadrata yüksəldirəm. Müxtəsər düsturdur. Birincinin kvadratı y olur. İkincinin kvadratı 1 bölü y olur. Hasili onsuz da yox 1 olur. 2 misli 2 olur. 2 də 16-dan sağa keçir. Çünki 4-ün kvadratı 16 edir. 16-dan sağa keçir. Mənfi 2 olur müsbət 2. Və cavab doğrudan 18 tapılır. Anlaram. İzah edeyim müəllimə. 22. 22-ni. İzah elə 22-ni. Bizə əçobu veribsə, deməli üstü böyük olanları, çox olanları Ay, götürəcəyik. sağ ol. Ona görə də M 4 olacaq. N 7, K da 5 olacaq. Bizə Ay, də sağ bunların ol. cəmini istəyir. 7, 4, 5, 16. Düzdür. Uşaqlar, əçobu həmişə üstü böyük olanlar seçilir və hamısı götürülür. Əbobda isə ortaqlar götürülür və üstü kiçik olanlar götürülür. Ona görə yoldaşımız 2 əçobdur deyək. 2 üstü 3 ilə 2 üstü m-in böyüyü 2 üstü 4-dürsə demək m 4-dür. 3 üstü k ilə 3 üstü 4-ün böyüyü 3 üstü 5-dirsə deməli k 5-dir. 3 üstü 5 üstü n ilə də 5 üstü 4-ün böyüyü 5 üstü 7-si deməli n 7-dir. 23. 23-ü kim izah eləmək istəyir? Deyim. Demir Mövlanə. Çevrənin tənliyinə əsasən Hı. x üstəgəl 3-ün kvadratı üstəgəl y üstəgəl 2-nin kvadratı bərabərdir 25-ə. 25 5-in kvadratıdır. Çevrənin radiusu 5-dir. Bu misalda lazım olmayacaq. Birinci ifadədə x-i -3, y-i -2 tapırıq. İkinci ifadədə x-i 9, y-i 3 tapırıq. Sonra bunların koordinatları birincidə -3 və 2 olur. İkincidə 9 və 3 olur. Mərkəzləri arasındakı məsafəni də tapanda 12-nin kvadratı üstəgəl 5-in kvadratı bərabərdir 13. Yəni birinci ifadənin hər iki ifadənin x-larını cəmləyib, sonra da y-lərini cəmləyib toplayıram kök altında cavab çıxır. Bəli. Yoldaşımız -3 ilə 2-ni çevrənin mərkəz nöqtəsi olduğunu demək istəyir. Yəni ona görə M1 yazın. Birinci çevrənin mərkəzi mötərizəni 0 eləyən ədədlər -3 ilə -2-dir. İkinci çevrənin mərkəzi isə mötərizəni 0 edən ədəd 9-dan 3-dür. İki nöqtə arasındakı məsafədə bayaqçı bir də misal var idi, Amin izah eləmişdi. O misaldakı kimidir. 9-dan -3 çıxdıq 12, 3-dən də iki nöqtə arasında məsafə deyəndə burada -2 yazmamışam. Hə, 3-dən də -2 çıxdıq. Eləyəcək 5. Kvadratları cəmi də bizə verəcək 13. Demək onlar arasındakı məsafə də 13-ə bərabərdir. 24'ü deyim. 24-ü. Əlif sən idin? Ya amin. Amin, bayaq dedin ki, da deməyəcəm. Ona görə başqasından soruşaq 24-ü. Maysa 24-ü denən. Benim yazmamışam. Ben 24'ü. Məhəmməd Mən də denən deyə 24-ü. bilərəm. Məhəmməd. Mən deyir ki, orada deməli 24-də deyir ki, 2 sərə 1 Deyir yaxtıda Məmmədli. düşün qallar. Hasil 20-dən böyükdür. Hı. 2 sərə 1 yerdə tanında bütün halların sayı 36 olur. Ay, sağ ol. 20-dən böyük deyirsə 4 ilə 6, 5 ilə 6, 6 və 6, 5 ilə 4, 5 ilə 5, bir də 6 ilə 5 olur. 20-dən böyük deyirsə 4-dən 6. Sonra 6 ilə 4. 6 ilə 4, 5 5. ilə 6, 6 ilə 5, Aha. bir də 6 ilə 6. Sonra Orada da bütün olan bəs 5 halların ilə sayı 5. bütün hallara bölünür. 5 ilə 5 yaddan çıxdı. Hə, 5 ilə 5 bir də. Neçə nə oldu? 6 hal olur da. Hı. O da 6 da 1-ə bərabər olur. Ay, sağ ol. 36 mümkün haldır. Və 6 dənə də bizdə əlverişli haldır. Ona görə 36-da 6, 6 da 1-ə bərabərdir. Aygül. 25 izah elə. 25-ci sualda kvadratların tənliyi köklərindən biri x1 bizə verib 3 çıxılsın 2. x2 də tapanda onun qoşması olur. 3 toplansın 2 olur. Hı. Burada cəmini də bizə 6 verib. Hasilini də tapanda onları bir-birinə vururuq. 3 çıxılsın 2, 3 toplansın 2. Bu da müxtəsər vurma düsturudur. A kvadrat çıxılsın B kvadratı. 3-ün kvadratı çıxılsın 4i-nin kvadratı. O da eləyir 9 çıxılsın 16i kvadratı. i də -1 olduğuna görə 9 toplansın 16, 25.
25 yox 13. 2-in 2 varanda 4-ü i kvadratı edir. I kvadratı mənfi 1-dir. 9 üstə gələk 4, o da edir 13. Bəli. Hə, başa düşdün Aygül? Bəli. Hə, keçəyin o birisinə. İkinci sınaq, sınaq 10. Deməli, sınaq 10-un birincisi. Birincisi şifahidir, elə mən deyim, şəkil üzərində baxın. İki çoxluğun kəsişməsi ortasında yazılır. Deyir ki, bu A çoxluğu olsun, bu B çoxluğu olsun. A-la B-nin kəsişməsində 6 element var. A-dan B-ni çıxanda isə bax burada nöqtələdiyim yerdə yazılır. Burada da 8 element var. Məndən də A çoxluğunu istəyir 6, 8. Demək ümumi 14 dənə elementimiz var. İkinci də asandır uşaqlar. Onu da tez deyək. Deyir A və B hasili deməli 440 mindir. Düzdür? A və B ədədlərin hasili 40 mindir. Ortaq olmayan sadə vurğularının hasili isə 100-dür. Məndən də əkobı istəyir. Əkobun düsturunda hamı əzbər bilir. Kök altında A, B, C-dir. Deməli, 4-ün yanında 4 0 burada, 2 0 burada. 6 dənə 0 olacaq. Kökdən də 0-ın yarısı çıxır. İstəyən 0-sa yarısı çıxır. Doğru cavab da eləyəcək 2000. Bir Doğru də o cavab birisinin haqqında deyim ki, daha deməyəcəm. C variantı. Üçüncü istəyirsən? Bəli. Yaxşı, üçüncünü denən. X-in kvadratı üstün gəlsin 81, sonra kiçikdir, bərabərdir 18x-dan. 18x keçirdirik sola. X kvadratı çıxılsın 18x üstə gəlsin 81. Kiçikdir, bərabər 0. Sonra x çıxılsın 9-un kvadratıdır. Sonra da x çıxılsın 9 0-a bərabər eləyir. X də bərabər 9. Bir də məxrəci sıfırdan fərqli eləməyi unutmursan. Məxrəcdə nə var? X. Görsən, misal X. məxrəcində X var. X fərqlidir, sıfır yazmağı unutmayaq. Sonra da 9 çəkirdik. Sıfırı daxil eləmirik. Amma 9-u qaralayırıq. 9 amma Çünki daxil. Ay, sağ ol. İndi başla. Sınaq nöqtəsi verək. Məsələn, 1. 10. Hə, 1 götürəndə 1-in kvadratı üstün 81. Ödəmir də bu. 1-in kvadratı 1, üstünə 81-in gəldim 82, 82-ni 80, 1-ə 82, böldüm. 82-ni 1-ə böləndə. Ay, 82 ödəmir. edir, o da kiçikdir. Ödəmir. 10 qoyaq. Götürək. 10 10 da qoy. ödəmir də. 10 qoyanda 100, üstünə gəlsin 81 bölünsün. 180. O da ödəmir. Yaxşı. Bəs mənfi 1 qoyaq. Mənfi 1-in kvadratı eləyir. Bu ödəyir. Mənfi olur. İndi səncə cavab hansı olacaq? Bir dəqiqə. Mənfi sonsuzluqdan sıfıra. Sonra? Axı burada Bir də 9-u 9. qaralanmış. Ay, sağ. Hə. Başqaları variantlarda uşaqlar atıblar. Baxdım, 9-u çoxsuz götürməmişsiniz. Doğru cavab A variantıdır. Mənfi sonsuzluqdan sıfıra bu doğrudur. Bir də 9. Axı 9-u da qaralanmışıq. 9-u da qoyanda ödəyir. Ona görə cavab A variantı. Dördüncü tapşırıq. Dördüncünü Əliyev Murad denən. Bəli, müəllim. 4-ü deyir ki, A8 12 vektorunun perpendikülər olan BX2 vektorunun uzunluğunu tapın. Yazmışam ki, 8x üstü gəlsin 24 bərabər 0-a, x də bərabərdir -3-ə. Sonra kök altındakı 9 gəlsin 4 bərabərdir 13-ə. Ay, sağ ol. 5-i mən deyim. X bərabər olur. 3 bunu elə bir yazırıq bərabər olduğu kimi 3 üstü 3-ə bərabər eləyir. 4 plus x bərabər olur 3-ə, x də bərabər olur -1-ə. Bəli. 27 üçün kubudur deyə üstləri bərabərləşdiririk. Əsaslar gedir ixtisara. X olur -1. Doğrudur. 6-cı tapşırıq. 6-cını Çinara izah elə. Mən 6-cını yaza bilməmişəm. Aydan izah elə. Deyim mən. Mən deyim də. Amin. Sən çox danışdın bugün. Bəsdir ağıllısan. Başqası qoy izah eləsin.
Aydan, Abidin. Kim var burada? Deyim mən bunu. Abidin denən. Deməli, bu nöqtədən toxum nöqtəsinə qədər olan məsafə 6-dır. Sıfırın mərkəzinə qədər məsafə 10-dursa, mərkəzdən toxum nöqtəsinə bir dənə xətt indiririk. O da toxum nöqtəsinə perpendikülər olur. Burada bir dənə düz bucaq yaranır. 6, 8, 10 olur. Radiusunu 8 tapdıq. Tam zəttin sahəsi 4 pi kvadratdır. O da eləyir 4 vurulsun 64, 256 pi. Qəşəng. Deməli, bax, Çınarə. Yoldaşımız deyir ki, xaricdən çevrəyə çəkilən toxundan 6 santimetrdə, bax, altını gördün hara yazdım. Mərkəzə qədər olan isə 10-dur. Mərkəzlə də toxunan arasında o bucaq həmişə 90 dərəcə olduğuna görə burada düzbucaqlı bucaq yaranır. Düzbucaqlı bucağında Pifaqor teoreminə görə yoldaşımız radiusu tapdı 8. Sferadan danışır. Düzdür, sferanı biz şəklə çəkəndə çevrə kimi çəkirik, dairə kimi çəkirik. Amma sferanı artıq bizdən tam səthin sahəsini istəyəndə, sferanın sahəsini istəyəndə, səthinin sahəsini düsturu S bərabərdir 4 pi r kvadrat. Olur. 4-ü 64 pi vuranda 256 pi eləyir. Bəli. Başa düşdün, Çınarə? Bəli, müəllim. Həcm düsturumuz vardı. 3-də 4 pi r kubu. Yadında? Bəli. Bax, o düsturun olan qaydaları da səthin də sahəsi 4 pi r kvadratı idi. Sadəcə şəkili səhv yazmışam ona görə. Başa düşdün? Bəli, indi başa düşdüm. Ay, sağ ol. 7-ci tapşırıq. Yeddini Fatimə. De görüm. Muradlı. Burada müəllim biraz bir dəqiqə deyir ki, kök altında 10-da çıx 3 ədədinin tərsi ilə kök altında 40 çıx 6 ədədinin hasilini tapın. Burada ədədin qoşmasına vururuq. Məxrəci rasionallıqdan azad eləmək Onun üçün. qəşəng yolu var, onunla gedək. Bu qoşması ilə getməyək. Deyir ki, kökdə 10 çıxaq 3-ün tərsi. Kökdə 10 çıxaq 3-ün tərsi nədir? 1 bölünsün kökdə 10 çıx 3. Bundan kökdə 40 çıx 6-nın hasilini istəyir bizdən. Düzdür? Bəli. Kökdə 40 çıxılsın 6-da. Kökdə 40-ı necə yazaq? 4 vurulsun, 2 vurulsun kökdə 10 kimi. Aysa, burada nə çıxır mötərizənin kənarına? 2 çıxır. Onlarda ixtisar gedir, bildim. Cavab 2. Başa düşdün? İrəsionaldan azad eləməyə ehtiyac qalmadı. 7-ci tapşırıq. Getdi 8-ci tapşırığa baxaq. Mən deyə bilərəm 8-i. De Türkan. 8-də loqaritma kökdü 3-ü 3-ün başında 2-də 1 yazırıq. 27-nin də 3-ün kubu yazırıq. 2-də 1 tərsinə gəlir. 3-də olduğu kimi gəlir qabağa. O birisində də yenə eyni şey eləyirik. 5-i 2-də 5 üstü 2-də 1 kimi 125-də 5-in kubu kimi yazırıq. Onlar da qabağa gəlir. 6 loqaritma 3-dən 3 çıxılsın 6 loqaritma 5-dən 5 olur. Türkan, bir dəqiqə gözlə, mən də tez-tez yazmağa çatdırmıram. Bax, uşaqlar, 2-də 1 ilə 3, 3 gəlir qabağa, 2-də 1 də tərsinə gəlir qabağa. Yoldaşımız bunu deyir. Olur 3 vurulsun, 2-də 1-in tərsi 2. 3-dən 3-də getdik sara. Sonra yuxarıdakı 3 olduğu kimi gəlir qabağa. Aşağıdakı 2-də 1 də tərsi gəlir qabağa. 5-lər gedirik sara. Üstə gələk 4. Davam elə. Sonra da 6-dan 6-nı çıxırıq 0, 0-ın da üstünə 4 gəlirik 4. Düzdür. 9-cu tapşırıq. Fatimə Zeynalova.
Mən burada z üstü mənfi 1-i 1 bölünsün z kimi yazırıq. Üstə Hı hı. gəlsin z çıxılsın 1 bölünsün kök altda 2. Burada z üstü mənfi 1 1 bölü z olanda 1 bölünsün kök altda 2 olur. Hı Üstə hı. gəlsin 1 üstə gəlsin i çıxılsın 1 bölünsün kök altda 2. 1 Hı bölünsün kök hı. altda 2-lər ixtisar gedir. Qalır 1 bölünsün 1 üstə gəlsin i. Z üstü xəttə digərin əksi olduğu z üstü xəttə şeydir. Aralarındakı şey tapmaq üçün kök altında toplayırıq şeylərini. Hı hı. Qabaqlarını arası toplayırıq. 1 üstə gəlsin 1 kök altda 2 eləyir. Hı. Deməli, yoldaşımız deyir ki, z üstü mənfi 1 1 bölü z deməkdir. 1 bölü z-də z-in modulunun tərsidir. Z-in modulu 1 ilə 1-in cəmi 2-dir. Onda onun tərsi də 1 bölünsün kökdə 2 olacaq. Kökdə 2-dir. Modulda z-in uzunluğu 1 topla 1 kök altında. Yəni kökdə 2-dir. Onun da tərsi 1 bölünsün kökdə 2-dir. İkinci z qoşmanı, bax yazıram. Əgər z 1 çıxaq idisə, z qoşmada 1 topla idi. Yenə də onun modulu həminki kimi a kvadratı plus b kvadratı kök altındadır. 1 topla 1 kökdə 2 eləyir. Kökdə 2-ni aparıb modulda z-in yerinə 1 bölü kökdə 2-də modulda z-də üstün mənfi 1-in yerinə qoyuram. Olur 1 bölünsün kökdə 2 topla kökdə 2 çıxaq 1 böl kökdə 2. Cavab deyilir kökdən 2. 10-cunu deyə bilərəm. De Aysun. Deməli, burada S19-u verib, S19-u açırıq. A1 üstə gəlsin A19, bölünsün 2, vurulsun 19 bərabərdə 57-yə. Hı Bizdən hı. A10 istəyir. A1 üstə gəlsin A19 elə A10-un özüdür. Hı A10 da hı. bərabərdir 3-ə. A variant. Ay sağ ol. Düzdür. Qəşəng. 11. 11-i kim izah eləyər? İzah etməyənlərdən. Gülay izah elə. Mən deyə bilərəm müəllim. Gülay desin. Mirzəmə izah eləmişdin sən bayaq. Gülay. Buradasan Gülay. Türkan 11-i denən. Müəllim, mən 11-i yazmamışam. Müəllim deyim də mi? Yaxşı Mirzəmal denən. Orada müəllim birinci ilk üçlüyə baxanda 20-də 3 olur. Yəni 20 ehtimal var da, çünki 1-dən 20-yə qədər. Hı hı, yaxşı. İlk 20-dən üçlü 3. Hı hı. 20-dən 3, 12-dən 16-cıya qədərdir. Yəni 13, 14, 15 yenə 3 ehtimal var. Hı hı. Və ya dediyinə görə toplayırıq 20-də 3 üstə gəlsin 20-də 3. Onu da onluq kəsrə çevirəndə olur 0,3. Qəşəng. 0,3 doğrudur. Düzdür. 12 sizlik deyil uşaqlar. 12-yə baxmırıq. Törəmədim. Bunun kombinizon ya da permütasiya olmadığını hardan bildik? Çünki burada 20 nəfərdən biri seçilir. 20 nəfərdən biri seçilirsə, ürəyin istəyir yaz kombinizon 20-dən 1. Belə cavab orada da yenə 20 eləyəcək. İkinci hissəsində isə bütün mümkün halları tapdın. İndi əlverişli halları tapanda da artıq saymalısan. Çünki Həsənin yerlərini sənə verir. İlk üçlükdə, yoxsa 12 ilə 16 arasındakı üçlükdə. 6 da oradan. 20-də 6. Yəni kombinizona da getmək olar, amma məxrəcin kombinizondan yazacaqsan. Adi kombinizonsuz da yazmaq olar. Ümumiyyətlə bir şeydən, hansısa bir ehtimaldan bir nəfəri istəyirsə səndən, birini seçmək istəyirsə, çox vaxt bunu kombinizonsuz yazılır. Elə sayaraq həll edirlər. On 2. Dedim 12 bizik deyil, 13. 13-ü 100 izah elə. Yusif, Deyim mən müəllim. təxmin edənə. Tənliklər sisteminin sonsuz sayda həlli var deyirsə, A1 bölü A2 bərabərdir B1 bölü 2, C1 bölü C2 bərabərdir hamısı. Hı hı. Və orada da yerinə qoyuruq. 5 bölünsün M çıxılsın 12 bərabərdir M bölünsün 9. O da bərabərdir M çıxılsın 3 bölünsün 18. Hı hı. İkinci ilə üçüncünü həll eləyəndə orada M-i mənfi 3 tapırıq. İkinci üçüncü bunu deyirsən də həll eləyəndə. 18M Bərabər 9M çıxılsın 27.
Hı hı. 9m bərabərdir -27, m də bərabərdir -3. Hı hı. Aparıb hər ehtimalı yoxlayaq. -3-ü qoyanda 5 bölünsün -5. Sonra -3 bölünsün hı hı. 9. Hı hı. Ovursunda da ki, -6 bölünsün Mən 12 18. yazmadan 2 yazmışam bura. 12-dir. Hə. Hə. Deyirəm də nə söz səhvli oldu. Aparıb yerinə qoyanda, -3 qoyanda 5 bölünsün. -3 çıx 12, -15. Olur 5 bölək -15. Düzdür? İkincidə qoyanda yerinə -3 bölək 9. Üçüncüdə də qoyanda yerinə -6 bölək 18. Hamısı ixtisar gedəndə -3-də 1, -3-də 1, -3-də 1 edir. Demək ki, Bərabər. M-in -3 qiymətində bunların üçü də bir-birinə bərabər oldu. Doğrudur. Sonra 14. 14. İzah edeyim mi? Mən deyim. Türkan nə Deyim. deyinə? Mən burada törəmə ilə -8x çıx 8-i 0-a bərabər eləmişəm. X olub -1. Sonra x-in də yerinə qoymuşam. -4 üstə gəl 8. Üstə gəl 6, o da 10. Ay, sağ ol. 10 dedin də düzdür? Bəli. Doğrudur. İfadənin ən böyük ən kiçik qiyməti təpə nöqtənin y-dir və törəməni tap aparıb yerinə qoymaqla da həll etmək olur. 15. 15. De Ayşe. Birinci 3-ü 14-ə vururuq ki, x-i tapaq. O da eləyir 42. Qalığı ən kiçik olmaq üçün y-ə 1 verək. 42 topla 1, 43. Niyə görə qalığı X ən kiçik olanda y-ə 1 verirsən? 0 da vermək olar da. 0 da qalıqdır da. Qalıqda Sizə amma yəni qalıq tam deyil bölünür. mi? Hə. Bir ədəd Hə, onda digərindən tam 42. bölünəndə qalığı 0 olur. Onda 42. 42. Başa düşdünüz? Ümumiyyətlə deyirəm, məsələn deyirəm ki, aşağılar ədədi 5-ə böləndə nə qalıq alına bilər? Deyirsən 0, 1, 2, 3, 4. 5-ə qədər deyirsən də, 0-dan başlayırsan. Qalıqsız olur. 0-a böləndə artıq qalıqsız olur. Qalıq 0 olduğuna görə ona qalıqsız bölmə deyirlər. Başa düşdünüz? 0 ən kiçiyi 0-dır. Y-in yerinə ən kiçik 0 götürürsən. 16. 16 uşaqlar radius 1,5 isə dairənin diametri radiusun 2 qatı olur. O da eləyəcək 3. 17. Tənliyin kökləri cəmini 0-a bərabər edən A parametrinin qiymətləri cəmini istəyir. Səiddə ilə 17-ni Burada x1 plus x2 bərabərdir 3a kvadratı çıx 12a plus 2 böl 4-də. Yəni bu belə desək, yəni 0-a bərabər olmalıdır. Buradakı bu 0-a bərabər eləyəndə 3a kvadrat çıx 12a plus 2 bərabər olur 0-a. Deməli, onu da həll edəndən sonra -12 bölünsün 3, amma qabağında mənfi olaraq. O da cavab edir 4. Ay, sol. Bax, yoldaşımız deyir ki, bunu çevrilmiş kvadrat tənliyə gətirmək üçün hamısını 4-ə böldüm. 4-ə böləndə ortadakı hədd olacaq 3a kvadrat çıx 12a üstə gələk 2 böl 4. Kökləri cəmi olanda uşaqlar, kökləri cəmi ortadakının əksi götürüldü. Burada bir dənə mənfi də yazmalıydıq deyəndə. Düzdür, 0-a vurulanda o mənfi onsuzda yoxa çıxır. -3a kvadrat çıx 12a üstə gələk 12 böl 4 0-a bərabərdir. Buradan da bu ifadənin 0 olması üçün surət 0 olmalıdır. Kökləri cəmi əks ədədlər olanda və yaxud da kökləri cəmini 0-a bərabər edən deyirsə, bu hissəni 0-a bərabər eləyirik. İndi mənə deyir ki, kökləri cəmini 0-a bərabər eləyən bir də A-nın cəmini tap. Yeni kvadrat tənliyi alım. Yeni kvadrat tənlikdə A-nı tapmağa nə ehtiyac var? Elə hər tərəfi 3-ə bölürəm. A kvadratı çıxılsın 4A üstə gələk 3-də 2 bərabərdir 0-a. Burada kökləri cəmi ortadakının əksidir. Doğru cavab 4. Səid 4 dedin. Bəli. Doğrudur. 18. 18. 18-i kim izah eləyər? İzah eləyim mən. De Fatimə. 18-də burada katetlərdən biri 8 sm-dir. Proyeksiya deyirsə hündürlük çəkirdik.
Hı hı. Digərinin proyeksiyası 12-dir. Bura x desəm, O digərin birisi proyeksiyası bu olacaq 12. Burada y deyək. e, Danış. digərini y-dir. Burada düstur belə idi ki, 8-in kvadratı bərabərdir. Y vurulsun, y topla 12. Hı hı. Buradan 64 bərabərdir. Hı. Buradan y-i -16 və 4 tapırıq. Hı hı. Y 4-dürsə, hipotenuz ümumi 16-dır. Onda x da 8 kök 3 olur. Və yaxud Bizdən sənə də sahə istəyir. H kvadratı m-lə sahəsini niyə getməyək? H kvadratı m-lə gedib h-ı da tapa bilərik. Sən demiş onu da tapa bilərik. Yoldaşımız deyir ki, müəllim bura 16-dırsa, 16-dırsa. Pifaqor teoreminə görə 16-nın kvadratından 8-in kvadratını çıxıb x-i nə tapdın dedin? 8 kök 3. Ay sağ ol. 8 kök 3. Üçbucağın da düzbucağın da sahə düsturu AB bölü 2-dir. Yəni 8 vur 8 kök 3 bölü 2. yəni 32 kök 3. ay 32 kökdə 3. On doqquz. Aydan 19 izah elə. 1, 2, 3, 4, 5 çoxluğundan seçilmiş 2 ədədin cəminin 7 olması hadisəsinin ehtimalını tapın deyir. Birinci mümkün halların sayını tapırıq. Məxrəcdə kombinizon 5-dən 2 olur. Çünki 2 ədəd seçiləcək. Hı hı. Əlverişli hallar da burada cəmi 7 olması üçün 2 ilə 5, bir də 3 ilə 4 ola bilər. Hı Yəni hı. 2 dənə. Hı hı. Bunu da həll eləyəndə kombinizon 5-dən 2 10 verir. Hı hı. Əlverişli hallarda 2-dir. Ona görə də 10-da 2 olur ehtimal. Ayşə, birdən kombinizon kimsə yadından çıxardır. Bax, qıraqda həllini deyim sizə. Kombinizon 5-dən 2-ni tapanda bunun 5 faktorialını yazırıq surətə, kiçiyi yazırıq məxrəcə, vurulsun fərqini də yazırıq onun yanına. 5 faktorial 3 faktorial ixtisar gedir. Çünki 5 1-dən 5-ə, 3 1-dən 3-ə qədər hasildir. Yerdə qalır 4 vur 5. 4 vur 5 20-dir. 20-ni də 2-yə böləndə 10 eləyir. Yəni 10 oradan çıxdı. Mən 20 21 biz deyə bilərəm. 20 bizlik deyil, 21-i decəm 21 mən. deyə bilərəm. Denən. Mən 21-də düzbucaqlı trapesiya çəkirik, daxilinə çevrə çəkirik. Biz 1, 2, 4 bucağının daxilinə çevrə çəkiləndə onun qarşı tərəflərinin cəmi bir-birinə bərabər olmalıdır. Hı hı. Deməli, bir tərəfə h desək, Hı hı. digər tərəfə k deyərik. Ha deməyək. Demədin qarşı tərəflərinin cəmi yan tərəflərinin cəminə bərabərdir. Qarşı tərəflərin Bəli, cəmi 16-dırsa, yan 16 tərəfinə h çıxar. demişsə, 16 çıx h. Bəli. Bildin? Hə, onda burada 4 olur da. Hardan çıxır 4? Yuxarı 6-dır deyə kənar hissəyə düşəndə 4 olur. Ay, sol. Burada düzbucaqlı üçbucaq yarandı. Deməli, h-ın kvadratı üstünə gəl 4-ün kvadratı bərabərdir 16 h kvadratı. Hı hı. Burada h kvadratı plus 16 bərabərdir 256 çıx 32h. Üstə gəl h kvadratı. Hı hı. 32h da 240-a bərabərdir. Hı hı. H 7,5 olur. Biz də bilirik ki, radius hündürlüyün yarısına bərabərdir. O da 3,25. Hı hı. Deməli, bunlar ixtisar 3-dən gedir. %75. Aha, 7,5. 30-u 4-ə böldüm 7,5. Hündürlük 7,5-dirsə, daxilinə çəkilən çevrənin radiusu Bunun hündürlüyün yarısı olur. yarısıdır. Hündürlük diametrə bərabərdir. Diametrimiz 7,5-dir. 7,5-in yarısı eləyəcək. Neçə tapırsan? 3,75. Doğrudur. Düzgündür. Deməli, bu o 21-ci sual idi. Sonra Zəhra Daşdəmirli. Mən Eşidirsən? bunu yazdım. Yazmamısan. Tural yazmısan 22-ni? Yaxşı olar. 22-nin şəklini yavaş-yavaş çəkib özümüz izah eləyək. 22-ni yox müəllim yazmamışam. Yazmamısan. Yaxşı, ona diqqətlə baxın 22-yə. Əvvəlcə sinus x funksiyasının gəlin qrafikini quraq.
Sinüs bilirsiniz ki sıfırdan başlayır. Sıfırda sıfır alır. 90'da 1 alır. 90'da biraz aralıdan vurursam. Bura pi bölü 2 desem. 90'da 1 alır. Yenə də 180'də 0 alır. 270'də də mənfi 1 alır. Qrafik demək bu şəkildədir. Kosinusda da tərsinədir. Qrafik kosinus 90 0'da 1 alır. 90'da 0 alır. 180'də mənfi 1 alır. 270'də 0 alır. 360'da 1 alır. Bax, bunların görüşdüyü nöqtə bu nöqtədir. Demək, birinci çəkdiyim, bax, birinci qaraladığım sinus x funksiyasıdır. İkinci qaraladığım kosinus x funksiyasıdır. Görüşmə nöqtəsi də bax, qara hissə olan bu nöqtədir. Siz də bilirsiniz ki, sinus x bərabərdir kosinus x-a. O zaman ki, cədvəldən də görünür. Hər ikisi pi bölü 4 olsun, yəni 45 dərəcə olsun. Demək, bura pi bölü 4'dür, 45 dərəcədir. Pi bölü 4. Pi bölü 4. Kitabda da testdə də sizə deyir ki, onların kəsmə nöqtəsinin o y oxuna qədər məsafəni tap. Kəsmə nöqtəsi buradır. Düzdür? Bax, şəkli bir də qıraqdan çəkim, qəşəng olsun. Demək, kəsmə nöqtəsi bura oldu. Buradan bura qədər də bu hissəmiz pi bölü 4'dür. Bu hissəmiz isə bu hissəyə bərabər olduğuna görə demək ki, burada pi bölü 4 olacaq. Kəsişmə nöqtədən y oxuna qədər məsafə aşağıdakı pi bölü 4'ə bərabərdir. Yuxarı pi bölü 4'dürsə, aşağıda pi bölü 4 olacaq. Doğru cavab pi bölü 4. Əgər desəydik ki, kəsişmə nöqtəsinin x oxuna qədər məsafə tap, onda buranı götürəcəkdik. Bu hissədə siz bilirsiniz ki, kosinussa, sinussa burada kök 2 bölü 2 alır. 45 dərəcədə kök 2 bölü 2 alır. Əgər x oxuna qədər məsafə desəydi, kök 2 bölü 2 götürüləcəkdi. Y oxuna qədər məsafə isə pi bölü 4 götürüləcək. Doğru cavab pi bölü 4 olacaq. Bunu bir dənə, bəlkə də uşaqlardan çoxu yazmışdı. Abidində görmüşdüm bunu ki, düz yazıb cavabı. 23. Deyim 23'ü. Heç səsi çıxmayan kim olub? Aysun, bir dənə yada sal. Həşimdən soruşdum. Səyiddən soruşdum. Ömər burada. Yoxdur. Dərya. 23 izah elə. Dərya. 23 yaza bilməmişəm müəllimə. Yaxşı, Aysun, sən izah elə. Deməli, permütasyon bizə n-dən n çıxısını 9 verib. Yuxarıda n olur, aşağıda da 9 olur. Yəni 9 faktorial olur. Çünki yəni aşağıdan tapanda çıxırdıq. Sonra vurursun 11 faktorial. Aşağıdakı n faktorialdan, yox, n-dən n elə n faktorial eləyir. N faktoriallar gedir. De, yavaş Sonra yavaş de, mən də yavaş götürdürəm. Yasmin. N-lər gedir. 11 faktorialla da 9 faktorial gedir. Yerdə qalır 11 vurulsun 10, o da 110. Bəli, 110. 24'ü mən deyim. Uşaqlar, sizi çaşdıran bilirsiniz nədir? N-i yuxarıda, n çıx 9 yuxarıda yazılmasıdır. Bizim vaxt elə yazılırdı. İndi ki, yazışı bu 23'də görürsünüz, lövhədə yazılır. Sizin misallarda bu şəkildə yazılır. Böyüyü solda yazırlar, kiçiyi sağda yazırlar. Vüsalə, sən idin 24'ü demək istəyən. Bəli. Denə. M nəsə tam qiymətində kəskin qiymət tam ədəddir. Birinci məxrəci vuruqlara ayıraq. N plus 3 vurulsun N plus 4 kimi. Bir də lap birinci həmişə vuruqları ayırandan sonra məxrəci sıfırdan fərqli eləyən ədədləri qıraqda qeyd eləyin. Mənfi 3 mənfi 4 olmazdı. Ay, sağ ol. Çünki birdən çaşarsan, unudarsan sonda. Bunlar getdik sonra. 4 bölünsün N plus 4 qalır. Sonra 4 1-ə, 2-yə,
4-ə bölünür. Bunların da mənfi müsbətini nəzərə alıb bərabər edirik 1-1. Hı -hı. Deməli 1 olması üçün Oradan M nə olmalıdır? -3. -3, o birisinə də -5. Bəs 2 olması üçün? 2 də -2 ilə -5. Bir də yox, 2 olması üçün 4 də -2 ilə -6. Bir də plus minus 4 də var axı. -4 0 ilə olması -8. necə? 0. 0 ilə -8. Bunlardan hansını götürməyəcəyik? -3 ilə -4 olanı götürməyək də. 5 dənəsi qalır. -4 yoxdur, -3-ü götürmürük. -4 onsuz da bizim həllərimizin içərisində yoxdur. Doğru cavab oldu 5 dənə. 25 M5 də deyim. M5 tam qiymətində. Denə Namin. 100-dən 30-u çıxırıq 70, 70-i 100-ə böldük 0.7, 0.7-ni də 600-a vururuq 420. Deyir ki 30% duzludsa Bəli, qalanı bəli sudur. Su istəyir. Doğru cavab 420. Yaxşı uşaqlar, sağ olun. Gecəniz xeyrə qalsın. Sınağı atacağam, indidən işləyin. Yaxşı, sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.